Vəzirin xanımı Yusufun hər bir hərəkətinə göz qoyurdu. O saatlarla Yusufa tamaşa edir, onun bənzərsiz gözəlliyinə heyran olurdu. Qadın hiss edirdi ki, gənc Yusufa ürəkdən vurulub. Yusuf isə ev sahibinin xanımına gözünün ucu ilə də baxmırdı. Vəzirin xanımı Yusufla otaqda tək qalmaq və onu xəyanətə şərik etmək istəyirdi. Günlərin bir günü o Yusufu otağına çağırdı. Yusuf xanımının sözündən çıxa bilməyib otağa gəldi. Qadın öz ürəyini açıb Yusufa bildirdi. Çaşbaş qalmış Yusuf özünü ələ alıb dedi: Mən öz sahibimə xəyanət edə bilmərəm. Axı o mənə nemət və şərəf bəxş edib. Bu günah işdir. Mən günaha bata bilmərəm. Yusufun cavabı qadını sarsıtdı. Yusuf qapıdan çıxmaq istəyərkən, qadın arxadan onun köynəyindən bərk-bərk yapışıb saxlamaq istədi. Yusufun köynəyi arxadan cırıldı. Yusuf dalğın halda qapıdan çıxanda ağasını qarşısında gördü. Yusuf məcbur olub xanımının onu yoldan çıxarmaq istədiyini vəzirə söylədi. Bunu görən vəzirin xanımı ərinə yaxınlaşıb dedi: Bu da sənin təriflədiyin Yusuf. Otağıma girib mənə əl uzatmaq istəyirdi. Onun cəzasını verməlisən. Vəzirin yaxın qohumlarından biri səs-küyə eşiyə çıxdı. O olanları diqqətlə dinlədikdən sonra Yusufun köynəyi qabaqdan cırılsaydı, günahkar özü olardı. Onun köynəyi arxadan cırılıb. Deməli günah qadındadır, dedi. Vəzir Yusufun günahsız olduğunu anladı. Arvadına: Sən həm xainlik elədin, həm də günahsız gəncə böhtan atdın. Günahına görə tövbə et, dedi. Sonra üzünü Yusufa tutaraq baş verənlər barədə heç bir kəsə danışmamasını tapşırdı. Beləcə Allah sevdiyi bəndəsini sınamaq istədi. Yusuf isə böyük bir imtahandan üzü ağ çıxdı.